Salam əziz şagirdlər, əziz abituriyentlər. Bu suala çox müəllim paylaşıb, orada hələ fərqli bir formada izahlar veriblər. Mən də öz fikrimi yazmaq istədim, ona görə bunu başqa bir üsulla yazıram. Demək, burada belə bir məsələ var ki, bizə deyir ki, sinifdəki oğlanların sayı sinifin bütün şagirdlərinin 1/4-dən çox, 1/3-dən azdır. Bu o deməkdir ki, sinifin sayı 4-ə də 3-ə də bölünən ədəddir. Yəni 4-ə də 3-ə də bölünən ədəd deyəndə biz 12-yə bölünən ədəd başa düşürük. Yəni əkyob nəyi tapmalıyıq burada? 4 ilə 3-ü. Bu da eləyir 12. Yəni belə başa düşmək olar ki, sinifin ümumi şagirdlərin sayı nədir? 12K şəklindədir. Tamam. Burada oğlanların sayı deyir ki, sinifin bütün şagirdlərinin sayının 1/4-dən çox, yəni 1/4 vurulsun 12K və 3/1-dən də az da deyir. Yəni 3/1 vurulsun nədir? 12K yazsaq və burada müəyyən sadələşdirmələr aparsaq görərik ki, burada 3K kiçikdir x və kiçikdir nədən? 4K-dan olur. Biz burada indi K-ya qiymətlər verməklə baxa bilərik ki, K bərabərdir, məsələn 1 olarsa 3 kiçikdir, x kiçikdir 4 olur və buradan da görünür ki, bu aralıqda tam ədəd yoxdur. Yəni oğlanların sayı burada təyin olunmayıb. K bərabərdir 2 qəbul eləsək, onda 3 kiçikdir, x kiçikdir, üzr istəyirəm, olacaq burada demək 6 kiçikdir, x-dan kiçikdir 8-dən və buradan bəlli olur ki, oğlanların sayı ən az 7 ola bilər. Deməli, oğlanların sayı 7 olduğu halda K-nın 2 qiymətində, onda bütün sinifin şagirdlərinin sayı, yəni 12K bərabərdir 12 vurulsun 2 bərabərdir nədir? 24 olur. Bunu bəzi müəllimlər paylaşımlarında qeyd edə ki, sualda səhvlik var, amma mən səhvlik görmürəm bu sualda. Diqqətlə izlədiyiniz üçün təşəkkür edirəm.